Verilişin baş sponsoru Vita Prost. Kişi sağlamlığı vacib olduqda. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Ay Həkim davam edir dostlar. CBC Sport'a baxırsınız. Studiyada doktor Tutu Zeynalovadır. Bugünkü qonağımız uzman cərrah mama ginekoloq doktor Şəlalə Məmmədovadır və biz riskli hamiləliklərdən danışırıq. Şəlalə xanım, biz bu hamiləlik zəhərlənməsi dedik. Ümumiyyətlə bu zəhərlənmə deyəndə biraz belə çaşqınlıq yaranır ki, nə ilə zəhərləndi, kim zəhərləndi, ana zəhərləndi, uşaq zəhərləndi. Doğrudan mı zəhər var orada? Bəli, nə zəhərlədi onları? Gəlin istəyirsiniz bu mövzuya biraz açıqlama gətirək və bu xəstələrin ümumiyyətlə bu zəhərlənmənin qarşısını almaq olarmı? Misal üçün hamiləlikdən öncə bu prosedurları eləsək, falan iynəni vursaq, falan dərmanı içsək və yaxud hamiləliyin birinci trimestrində nəsə etsək, bu zəhərlənmənin qarşısını ala bilərikmi? Yox, əslində məcazi mənada da heç bir zəhərlənmə, heç bir toksin və zəhər yoxdur. Niyə xalq arasında belə deyilib? Çünki anidən başlayır. Hamiləliyin təxminən 20-ci həftəsindən sonra anidən başlayır və xəstədə qarın ağrıları, bu görmə bulanıqlığı və ürək bulanma ilə özünü apara bilər. Ona görə də o vaxtın elə hamiləlik zəhərlənməsi deyiblər. Əslində baş verənlər onlar deyil, amma dediyim kimi zəhərlənmə deyil. Qarşısını, preeklampsinin qarşısını almaq konkret bir bunu eləsən artıq olmaz deyə bir şey yoxdur. Sadəcə olaraq aspirin, düşük doz aspirin istifadəsi yazılar olaraq məsləhət görülür. Bu da çox önəmlidir həftəsi. 12-ci həftədən sonra başlamaq və doğumdan bir həftə qabaq, bir həftə qala kəsmək lazımdır. Yəni bu profilaktik olaraq mı olur? Bəli, bu profilaktik olaraq. Yəni çox qarşılaşılmışdır ki, doğrudan da bunu eləyəndə həm təzyiq stabil olmağa başlayır və həm də qan dövranı düzəni yaxşılaşır. Ona görə profilaktik düşük doz aspirin. Amma dediyim kimi həftə çox önəmlidir. Bəzən baxıram ki, öz başına yox yəqin ki, həkim təyinatında. Həkim təyinatında. Yox, bəzən baxıram ki, bəzi həkim reseptlərində belə 30-cu həftədə başlanıb. Yəni 12-də başlamaq çox önəmlidir. Yəni doğrudan da qarşısını alması üçün. Ondan başqa obezite, çox düşük kilolu olmaq, ona görə deyirəm hamiləlikdən öncə hər zaman bunları düzənə salıb sonra hamilə qalmaq lazımdır və yanaşı xəstəlikləri vaxtında müalicə olunmaz. Bunlar hamısı preeklampsinin profilaktikası hesab olunur və yaxın ginekoloq takibində olmalıdır bunlar. Əgər bir də bir öncəki preeklampsi hekayəsi varsa, mütləq bu burada ola bilər. Yəni olma şansı daha yüksəkdir. Daha yaxın takib olunmalıdır və həkimə xəbər verməlidir ki, öncəki hamiləliyin preeklampsi olmuşdur. Və ilk gəbəliklərdə də dediyim kimi, yəni etiolojidə risk faktorlarından biri də ilk hamiləlik olmasıdır. Ona görə yəni düzənli həkim kontrolündə olmaq və yemək, içmək, yəni diyet çox önəmlidir. Həddindən çox yağlı, duzlu, karbohidratlı yeməməlidir bu xəstələr və bir də ən önəmli nöqtə bu xəstələr, bir öncəkində preeklampsi olan xəstələr təzyiq cədvəli olmalıdır onların. Yəni bəlli bir saatlarda həkimin söylədiyi zamanlarda təzyiqlərini ölçməlidirlər və o şəkildə kontrolə gəlməlidirlər və daha yaxın, dediyim kimi 2 həftədən bir duruma görə 1 həftədən bir kontroldə olmalıdırlar. Qarşısı belə alına bilər, yoxsa özəllikli qarşı alınma yoxdur. Bizdə yeni trenddə də hamilə qalan kimi ürəyi sushi istəyir. Duz dediniz, yadıma düşdü o soya sousunun nə qədər duzlu olduğu birdən-birə. Bir məsələ də maraqlıdır ki, bu yəqin ki, müəyyən testlər var da, siz biraz əvvəl də qeyd etdiniz. Bu testlərdə deyək ki, çıxdı ki, hə, risk var, ehtimal çoxdur. Ondan sonra, yəni bu hamiləlik necə planlaşdırılmalıdır, yoxsa sonlandırılmalıdırmı? Yəni, ümumiyyətlə hamiləliyin tarama testlərini deyirsiniz. Ümumiyyətlə, normalda yəni bir qadın doğum uzmanına kontrolə getmək nə üçün? Nələr olunacaq orada? Yəni, bəlli həftələrdə, məsələn, 11-ci, 14-cü həftədə ikili tarama testi olunacaq. Sonra 16-cı, 18-ci həftələrdə üçlü, dörtlü tarama testi, 20-22-ci həftədə, bəzi yazılarda 18-24-cü həftələrdə detaylı ultrason
olunacaq. 24-28-ci həftədə OQTT dediyimiz oral glukoz tolerans testi, yəni şəkər yükləmə testi olunacaq. O Qaratay bir ara çıxdı, dedi ki, ehtiyac yoxdur, şəkər verməyin, içirtməyin hamilələrə. Bu biraz belə problemlərin yaranma səbəbi də o idi. Aynen, ona görə də biraz Türkiyədə o xəstəliklərin sayı artmağa başladı. Yəni eləməməsi, çünki imtina edirdi hamilələr. Aynen, imtina edirdi, qorxutdu yəni insanları. Sonra 28-ci həftədən sonra da roqam dediyimiz, əgər bəzi xəstələrin qan qrupu negativsə, o iynə də, yəni qan uyuşmazlıq iynəsi də mütləq vurulmalıdır. Bunlar rutindir. Yəni anada mənfi, uşaqda müsbətdirsə? Anada mənfi, uşaqda müsbətdirsə də vurulmalıdır. Bunu necə bilirik hamiləlik vaxtı? Bunu sonradan biləcəyik. Anada mənfi, atada müsbətdirsə vurulur 28-ci həftədə. Bu da həmin, niyə məhz 28-ci həftədə vurulur? Çünki roqamın yarılama ömrü ta doğumun sonuna qədər gəlib əhatə edə bilir. Ona görə bunlar da vurulmalıdır. Əgər bunlardan, bu dediyim testlərdən riskli çıxdısa, deyək ki, ikili tarama testində Down şübhəsi çıxdı və yaxud da detaylı ultrasonda bir şübhə çıxdı. Detaylı ultrason adi uzi deyil, nəsə başqa cür baxırsınız? Adi uzi deyil, bax, çox gözəl sual verdiniz. Deməli, xəstə gəlir yaxın oturur qarşımda. Deyirəm ki, siz detaylı ultrason, ikili tarama etdirdinizmi, üçlü, dörtlü etdirdinizmi, detaylı ultrason etdirdinizmi? Deyəndə deyir ki, bəli, mən çox uzidə olmuşam. Yəni, bu mənim istədiyim cavab deyil. Detaylı ultrason nə deməkdir? Bu, 20-24-cü həftədə xəstənin adı üzərində detaylı şəkildə, ayrıntılı bir şəkildə, yəni belə deyim də, bəbəyin başından başlanır. Onun quruluşu, onun içərisində olan ventrikulların ölçümü. Dopplerdə mi? Dopplerdə deyil, böyük ultrason da deyil, son rəngli ultrason da deyil. Nə ilə baxırlar bunu? Adi uzi cihazı. Aynen, Doppler ola bilər yəni. O dediyiniz cihaz, yəni probu deyirsiniz herhalde. Fərq etməz yəni hansı ilə. Önəmli olan o bəbəyin kafa içi yapıları deyirlər. Biraz özürlü sayın Türkçə deyəcəm bəzilər. Çünki çoxunu elə oxumuşam. Təzə gəlmişsiniz. Hələlik sayırıq üzrə. Yəni kafa içi yapılar, o dediyim ventrikul, hətta orada ventrikulların beynin içində baxırıq. Aynen, ölçüsü, açısı bilə, yəni bucağı bilə doğru ölçü tutmasa professional həkim, orada yanlış ölçüləcək. Məsələn, bəbəyinizin ventrikulları genişdir, bu bəbək alınmalıdır bilə deyə bilər. Sonra sisterna magna, bilməm, vermis, oksiputu, hər biri tək kafa içi yapılar, orada bir kist varmı, kitlə varmı, hamısı detaylı baxılır. Sonra qarın içinə keçilir. Qarın içində ürəyin içindən çıxan damarlar doğru mu çıxıb, ASD, VSD varmı, qapaq problemləri varmı, bağırsağında bir parlaqlıq varmı, gastroşizis, onfodosel dediyimiz durum varmı, böyrəyində genişləmə varmı, hətta həftəsi fərqlidir. Məsələn, 28-ci həftədən öncə böyrəyin ölçüsü, bəbəyin böyrəyindən söhbət gedir. Ölçüsü fərqli olmalıdır normativlər olaraq. 28-dən sonra fərqli olmalıdır. Çünki bəzən yanlış ölçülüb hamilə panik atağa, yəni ola bilər. Panikaya salınır ki, salınır ki, bəbəyinizin böyrəyində genişləmə var falan. Çünki onu dediyim kimi o probun açısından tutmuş həftəsinə qədər normativləri var. Sonra o detaylı ultrasonda eyni zamanda ətraflar, yəni femur qısalığı varmı, pesekini var pesekini var dediğimiz ayaqlar ki bir-birinə baxır. Bəzən küçədə gedən elə bir uşaqlar görürük. Yəni demək ki, detaylı ultrasonda onu görə bilməyiblər. Sonra suyu, plasentası yerindədirmi, anormalliklər varmı, bəbəyə gedən qan axımı normaldirmi? Və ən maraqlı sual, cinsiyyəti. Cinsiyyəti, aynen. Cinsiyyət çox önəmlidir. Bizə ancaq o maraqlıdır. Mən bilirəm ki, o nəsə danışsaz da, göstərsəz də hamilə ən maraqlı sual. O vaxtda cinsiyyət qoymazlar. Detaylı ultrason deməli 18-24-cü həftədə də cinsiyyəti 12-dən başlayıb artıq bizi sıxışdırırlar ki, ən dəqiq neçənci həftədə bilinir? Mən 16-da daha çox yaxşı görürəm. Daha çox yaxşı. Aynen, 12-dən sonra görmək olur. Onlar tahmindir. Deyə bilirik ki, məsələ bu qıza oxşur, oğlana oxşur, amma onlar tahmindir. Zaten kitablar da elə yazır. Cinsiyyət partisi olur sonra təzə dəvli, pul xərcləməyə yerlər nənəm demiş. Bir məsələdə toxunmaq istəyirəm. Necə olur ki, bəzən, indi bilmirəm necədir, əvvəllər 9 ay deyirlər ki, bu qızdır. Sonra gəlir oğlan olur. Və ya tərsinə. Belə deyim də, bəzən cift gəlir, o bəbəyin ayaqlarının arasında durur və onu Doppler etmədən, kontrol etmədən, yəni ki, bu ciftimi. Çünki cift olsaydı orada damarlar görünür və cinsiyyət orqanı olmadığı bilinir. Bundan təsdiqləyə bilərlər və bir də testisləri görmür. Mən testisləri görmədən cinsiyyət sevmirəm yəni. Çünki o zaman kesin olur. Dəqiq deyil. Orada bir şübhəli birkaç durumlar var yəni. Professional alanlar bilə bilir. Daha tez bilmək olur doktor.
Daha tez nifti testi ilə bilmək olur. Nifti testi ilə 10-cu həftədən də nifti testi nədir bu arada onu deyim. Ananın qanından alıb genetiyə yollanır. Orada həm genetik xəstəliklər araşdırılır, həm də Cinsiyyəti bilinir. Dəqiqdir bu test. %99. Türklər demiş, bana bunlarla gəl. Aynen. Bu mövzular əminəm ki, bütün tamaşaçılarımıza maraqlı. Deməli, artıq 10-cu həftədə nə testi idi? Nifti testi. Nifti. Nifti. Bahalıdır. Bahalıdır biraz. Amma dəyər. Dəyər. Bəli. Yəni orada həm uşağın genetik xəstəlikləri mövcud olub olmadığı bilirik, həm də cinsiyyətini bilirik. Aydındır. İndi bəlkə cinsiyyət bəhanəsi ilə o testləri də etmək olar. Çünki cinsiyyətə verəcəklər o pulu, inandırım sizin genetik xəstəliklərə hər zaman verməyə bilərlər. Amma bizim yönləndirmək istədiyimiz o nə zaman olur? Əsas çünki nifti testini göndərmə zamanımız ikili testdə şübhə zamanına gəlir ki, biz ki ikili testə baxırıq, ənsə qalınlığı ya daha qalındır və yaxud da o qan analizində şübhəli çıxdı, yəni düşük riskli çıxmadı, yüksək riskli çıxdı. Bu zaman biz deyirik ki, nifti də etdirə bilərik amniosintezdə. Yəni amniosintez ana qarnından su alıb genetiyə göndərməkdir ultrason eşliyində. Amma nifti testi isə non-invazivdir. Amniosintez kimi qarına girilmir, qandan alınıb göndərilir. Bir-birindən üstünlükləri var. Elə amniosintez demişkən, biz indi daha çox belə də bilirlər xanımlar, amma daha çox bu seriallar gündəmə gələndən sonra oradan deyirlər ki, genetik test, DNK testi hətta eləmək olur. Uşaq ananın qarnında olanda ki, orada maye alınır və oradan artıq müəyyən testlər olunur. Kimlərə göstəriş olur amniosintez və hər kəsə oluna bilərmi? Yəni burada ananın istəyimi, yoxsa həkimin hansısa xəstəlikləri inkar etmək üçünmü olunan testi? Göstəriş və arzular burada nə olur? Amniosintezi söylüyorsunuz. Bəli, bəli. Amniosintez, yəni riskli hamiləlik dediyimiz bütün durumlarda analara təklif eləyirik biz. Məsələn, 35 yaşın üstündə istəyirsinizsə amniosintez olunsun. Çünki risklidir bu durum. O necə olur? Qarnı deşirsiniz, oradan su götürürsünüz? Yox, belə olur da risk, yəni professional əlində bir təhlükə olmur. Yəni bugünə qədər mən heç görmədim, nə özümdə, nə də ətrafımdakı hocalarda falan görmədim. Ultrason eşliyində, həm ultrasonda baxılır və iynə ultrason eşliyində, yəni heç bir bəbəyin ciftinə, orqanlarına denk gəlməyəcək şəkildə sadəcə suya girilir və alınıb çıxarılır və geri çəkilir. Və həm öncəsində, həm sonrasında da bəbəyin qalb atışları göstərilir anaya. Düşük riski çox az hallarda var, onu yenə də söyləyirik anaya. Amma mən heç rastlamadım yəni. Yəni rahat nə qədər su götürürsünüz orada? Yəni 20 milim aşağı yuxarı 20 milim götürüb genetiyə yollayırıq. Genetikdə yəni bu dediyim digər ikili tarama, üçlü tarama, detaylı ultrason, bununla şəkər yükləmə, bunlar hər biri tarama testləridir. Amma amniosintez daha irəli teskik və %100 Down sindromunu söyləyən testdir. Əgər şübhə varsa, misal üçün Down sindromuna, o zaman amniosintez eləyib, dəqiq deyib artıq xəstəyə buraxırıq ki, hamiləlik sonlansın mı, davam etsin. Eyni zamanda, aynen. Yəni, bax o detaylı ultrasonda dediyim kimi, yəni, əgər görürəmsə, bağırsaqlarında parlaqlıq var, bəbəyin ürəyində parlaqlıq var, ASD, VSD şübhəsi görürəm. Bunlar hamısı genetik xəstəlik işarətləridir. Və yaxud da o dediyim kimi... Parlaqlıq dediyiniz nədir? Siz onu uzidə görüntü olaraq... Daha opaklıq, yəni daha parlaqdır. Sanki bəmbəyaz, yəni sümük parlaqlığında. Məsələn, bəbəyin sümüyünün rəngi necədir? Bağırsağında axı olmamalıdır bu şey. Burada da sümük qədər parlaqdır. Görün, nə qədər diqqətli baxmaq lazımdır ki, onun gözdən qaçmasın. Çox önəmli. Mən deyərdim ki, bütün bu saydığım tarama testlərinin içində ən önəmlisi detaylı ultrasondur ki, bunu çox professional və çox perinatoloji deyilir və daha riskli hamiləlik takibi deyilir. Perinatoloji... Bunun üçün ayrıca yəqin ki, gün ayırmaq lazımdır. Hətta mən deyərdim ki, bunu 2-3 ginekoloq bərabər etsə daha yaxşı olar ki, birdən birinin görmədiyini o birisi görsün. O da ola bilər, məntiqlidir. Perinatoloji ixtisası, belə deyim də, perinatoloji görmüş bir uzman olmalıdır. Yəni, məsələ, belə deyim də, bizim özümüzdə 19 Mayıs Üniversitesində bizim hocalarımız yanındal perinatoloji uzmanları var idi. Yəni, o aşamanı, perinatoloji aşamasını gözəl öyrənib və xəstələrin üzərində də onun qarşısında onu sınav kimi, bir imtahan kimi
diaqnozlar dəfələrlə qoyduqdan sonra o aşamanı biz biraz keçirik, yoxsa keçə bilmirik yəni. Uzmanlıq ixtisasının içində var, amma hər kəs daha yaxından yəni sahib olubmu, onu artıq hər kəs özü bilir yəni. Çox önəmlidir bu. Maraqlıdır əslində. Burada indi bilmirəm, indi necədir sizin sahədə? Yəni ginekologiyada biraz yəqin ki risklidir. Süni intellekt ola bilərmi ki, o görüntüləri yükləyəndən sonra daha dəqiq desin, yoxsa şübhə varsa, deyək ki, ginekoloq baxdı, daha parlaq gördü, bir perinatal uzmanına mı danışmalıdır, ondan bir fikir mi almalıdır, ora mı yönəltməlidir xəstəni? Aha, dediyim ki, elə ən önəmli nöqtə budur. Hətta belə dediyim, normal qadın doğum uzmanının qalmamalıdır. Sadəcə o eləməməlidir. Əgər tək başına gördü, şübhələndi parlaqlığı, yəni onunla yetməməlidir. Mütləq o perinatoloji yandal keçmiş bir perinatoloğa danışmalıdır. Ümumiyyətlə multidisipliner yaxlaşım çox gözəl bir şeydir. O deyirlər, birlikdən qüvvət doğar. Məsələn, bir hamilənin ya kronik diabeti var, ya da gestasioner diabeti var, hamiləlikdə yarandı və eyni zamanda deyək ki, perinatoloğa yönləniləcək bir şübhə yarandı. Yəni, həmin həkimlərlə də bir konsey şəklində xəstənin sağlığı naminə, o körpənin sağlığı naminə birləşmək lazımdır yəni. Aydındır. Bir məsələ də var ki, deyək ki, riskli hamiləlikdir. Burada keysəriyyə əməliyyatı göstərişdirmi, yoxsa necə qərar verirsiniz ki, bu hamiləlik necə sonlanacaq? Kimə normal doğum, kimə keysəriyyə? Bəli, yəni necə sonlanacaq bu hamiləlik? Bəzən olur ki, təcili sonlandırmaq məcburiyyətinə qalırsınız, bu da olur. Amma ümumiyyətlə, deyək ki, hamiləliyin gedişatına uyğun olaraq artıq öncədən bilirsinizmi ki, bu keysəriyyə olacaq, yoxsa təbii doğuş olacaq və ya bütün riskli hamiləliklər keysəriyyə olmalıdırmı? Belə bir qayda varmı? Yox. Elə deyil, hər biri deyil, xəstəyə dəyişir, yəni onları dəyərləndirib ona görə. Təxminən 34-cü həftədən sonra biz rutin, hələ heç bir riski olmayan hamilədən bəhs edirəm. Yəni, baş gəlişdirmi, plasentanın gəlişi normaldırmı, suyu yerindədirmi, ananın çanağı o normal doğuma uyğundurmu? Bütün bunlar hamısı normaldırsa, biz normal doğum önəririk. Bir də, yəni, psixolojik cəhətdən son zamanlar görürəm ki, normal doğurmaq istəmir. Hər şey yolunda normal doğurmaq istəmir. Qorxu var. Bunları da zorla normal doğurtmaq da doğru deyil. Mən doğru bulmuram. Yəni, qorxursa? Qorxur. Yəni, o öncədən artıq ilk həftələrindən təbliğ olunmalı idi. Normal doğumdur adı üzərində. Yəni, siz izin verərsəniz, ümumiyyətlə, əgər bir qadın beynində bu məsələni bitirsə ki, mən normal doğura biləcəm, hər şey yolundaysa amma. Amma hər şey yolunda deyilsə, deyək ki, bəbəyin baş gəlişi deyil, çanaq gəlişidir, ayaq gəlişidir, alın gəlişidir və yaxud da plasenta previa, bayaq dediyim bütün riskli durumlar var. Plasenta gəlib uşaqlığın yəni internal osu tamamən qapadıb. Yəni, burada qanama durumları ola bilər. Yəni, hamilənin həyatı üçün də risklidir bu. Aynen, bu riskli durumlarda əgər həkim sizə izin vermirsə, məsləhət vermirsə, mən normal doğuracağım mütləq. Demək, bu tamamilə yanlışdır, böyük riskə ata bilər. Yəni, bəlkə də bir şəkildə bebək doğula bilər, amma sonradan travmatik, nörolojik qüsurlarla ana özü də travma yaşaya bilər. Həm psixolojik, həm də organik olaraq vajində. Yəni, travma yaşaya bilər. Həkimə buraxmaq lazımdır. Ona görə də həkimlərini doğru seçməlidirlər. Daha vicdanlı, daha bilgili. Yəni, araşdırılmalıdır. Psixoloji dəstək də burada lazımdır. Amma biz qatıldığımız toplantılarda belə bir fikir səsləndi ki, keçən dəfə ki, siz hamiləlikdən qorxursunuzsa, dünyaya qorxaq uşaq gətirəcəksiniz. Mən bu fikirlə razı deyiləm. Yəni, bir qadının hamiləliyindən qorxması, dünyaya uşaq gətirməyindən qorxması qədər təbii heç nə ola bilməz. Çünki onsuz hormonal fon dəyişir, daha həssas oluruq, daha qayğılı oluruq ki, görəsən necə gedəcək, uşaq sağlam olacaqmı, bir problem olacaqmı, doğuş necə keçəcək, bəlkə keysəriyyə olan fikir hamımızın ağlımızdan keçib. Yəni, hamiləlikdən və doğuşdan qorxmaq qədər təbii heç nə yoxdur məncə. Bir də mən qınamıram insanları. Niyə? Baxın, biz illərlə sağda solda öyrənmişik. Doğum, bax, üz belədir, dəhşət. Doğum dəhşət. Yəni, doğmaq çox çətin bir işdir, insan ölüb ölümdən qayıdır falan filan. Bunu da 5 yaşında, 10 yaşında, 15 yaşında qız uşağı eşidə gəlir, şuur altında.
televizora baxır, kinoda doğum səhnəsi çəkiblər, qadın bağıra-bağıra, zorla, tərin suyun içində gətirilir və bu qadın necə qorxmasın, bu qız, yəni necə qorxmasın bu hamilə? Ona görə qınamıram onları. Amma onlar da özünü psixoloji dəstək alaraq gəlişdirə Mən qrup bilərlər. yoldaşımın ürəyə getmişdi bizi doğuma salanda ginekologiyada indi birdən yadıma düşdü. Hə, çünki o fobilərdən də belə gəlib. Yəni biz əslində istəmirdik ki, o qrup yoldaşlarımızın kişi cinsindən olanlar girsin. Amma müəlliməmiz belə biraz əzazil idi. Məcbur elədi ki, girəcəksiniz doğuşa. Bəli və siz həkimsiz girmə. Birinin yarısı orada bayıldı. Biz onu sonra atalar da girir indi. Bəzən girən atalar da bayılırlar. Məncə girməməlidir. Hazır olmayanlar, siz necə düşünürsünüz? Mən də düşünürəm ki, girməməlidir. Amma çox, məsələn, mən özümə güvənirəm və o anı illaki görmək istəyirəm deyirsə, girə də bilər yəni. Yox, məncə sonra artıq çox şeylər dəyişir. O kişinin psixologiyasında dəyişir. Məncə, bilmirəm, iddia eləmirəm. Mənə elə gəlir ki, bu mənim subyektiv fikrimdir, yenə təkrar edirəm. Qadına olan münasibəti dəyişir öz xanımına, ümumiyyətlə qadınlara, yəni və kişi olaraq da gələcəkdə ciddi problemlər yaşaya bilər. Ona görə onu qaldıra bilənlər girsin ya da girməsin. Yəni indiki zamanda onu qaldıra bilən nə qədər var bilmirəm, bu sual altındadır. Bizim son 2 dəqiqəmiz qalıb. Bəlkə hansısa sualı vermədim, hansısa mövzuda müraciət etmək istəyirsə xanımlara, buyurun. Demək istədiyim odur ki, hamilə qalmadan öncə mütləq hər hansı bir qadın xəstəlikləri və doğum uzmanına müraciət etsinlər, sağlam bir şəkildə hamiləliyə giriş etsinlər, planlı bir şəkildə etsinlər. İndi təsadüfən deyək ki, planlı olmadı. O zamanda da, yəni hamiləliyini öyrəndiyi andan həkimə müraciət etmələri və düzənli kontrollərdə olmaları önəmlidir. Bəli, düzənli kontrollar çox önəmlidir. Dedi uzman doktor Şəlalə Məmmədova, cərrahiyyə uzmanıdır, amma mama ginekologiya üzrə. Yəni riskli hamiləliklər, təbii normal hamiləliklər, daha ümumiyyətlə qadın sağlamlığı ilə bağlı nə müraciətləriniz varsa edə bilərsiniz. Şəlalə xanım bu mövzuda son dərəcə güvəndiyimiz həkim dostlarımızdandır. Təşəkkür edirəm, yaxşı ki varsınız. Və son olaraq təşəkkürüm bizim verilişimizin sponsorlarınadır. Çünki onlar olmasa biz burada olmarıq. Zarafat edirəm, biz hər halda buradayıq. Amma nə yaxşı sponsor var. Baş sponsorumuz Stades şirkətidir. Metapros preparatını təqdim edir. Xroniki prostatit və sidik ifrazı pozğunluqları 40 yaşdan sonra kişilərdə tez-tez rast gəlinən problemdir və Metapros məhz bu anda köməyə gəlir. Çünki prostat vəzinə məqsəd yönlü təsir göstərən bir preparatdır. Necə təsir edir? İltihabı azaldır, qan dövranını yaxşılaşdırır və xəstəliyin sizi narahat edən simptomlarını aradan qaldırır. Təşəkkür edirik Vitaprost üçün Stades şirkətinə, amma bu preparatı istifadə etmədən öncə mütləq həkiminizlə məsləhətləşin. İkinci sponsorumuz Böyük Britaniya Təhsil İdman həkimi Dr. Fərid Səlimovdur. Fərid Səlimov fizioterapevtik yanaşmayla xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılardan artıq daha tez və müalicəvi idmanla canınızı qurtara bilərsiniz. 055 318 83 94 nömrəsinə zəng etməyiniz kifayətdir. Bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik. Verilişin baş sponsoru Vitaprost. Kişi sağlamlığı vacib olduqda.